Ramazan bayramı müsəlmanlar üçün uca Allahın bəxş etdiyi böyük nemətlərdən biridir. Bir ay boyunca oruç tutaraq nəfsimizi tərbiyə etdik, səbir və şükrü öyrəndik. Bu müqəddəs gün isə orucun mükafatlandırıldığı, sevincin və paylaşmanın bol olduğu bir gündür. Bayram yalnız şirniyyət süfrələri açmaq, yeni geyimlər geyinmək günü deyil. O, qəlbimizin təmizlənməsi, qohumluq bağlarının möhkəmlənməsi və yoxsullara əl tutmağın vacibliyini bizə xatırladır. Unutmayaq ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: kim oruc tutanlara iftar verərsə, onun savabı oruc tutanın savabı qədər olar. Bugün bizdən küsənlər varsa, ilk addımı atıb barışaq, yetimlərə, ehtiyac sahiblərinə yardım edək ki, bayramın sevincini onlarla da bölüşək. Çünki həqiqi bayram sevindirdiyimiz insanların duasında gizlidir. Allah Ramazan boyu etdiyimiz ibadətləri qəbul etsin və bizi növbəti bayramlara sağ-salamat çıxarsın. Ramazan bayramınız mübarək olsun.